Esselamu Aleyküm. Son günlər ölkə gündəmində hicabla bağlı çox danışıldı. Bunun fonunda da bəzi insanlar baxırsan ki, şərhlərdə, danışanda bu ərəbin dini, ərəbin adəti kimi ifadələri çox işlədirlər. Sanki İslama aid hansısa bir şuar, hicab olsun, azan olsun, sanki ancaq ərəblər üçün gəlir. Maraqlıdır ki, bunlar bu fikirləri hansı dahidən, hansı alimlə götürürlər. Axı bu fikirləri dünya görüşü olan, savadı olan, öz keçmişini, tarixini bilən insanlar necə deyə bilər? 14 əsrə yaxındır ki, bizim bu millətin, Azərbaycanlıların böyük alimləri, Xaqaniləri, Nizamiləri, Füzuliləri bu dini, İslam dinini ərəbin dini adlandırmadı. Bir əsərdə də belə keçməyib. 19-cu əsrin sonuna qədər ədəbiyyatımız demək olar ki, bütünlüklə İslamla bağlıdır. Məyər din millətə görə olur? Onda xristianlar niyə belə söhbət eləmirlər? Yüzlərlə millətdən olan xristian var. Baxın, bugün cəmi 10 milyon əhalimiz var. Əlhəmdülillah, Allah sayımızı artırsın. İndoneziyada 230 milyon. Pakistanda 240 milyon. Hindistanda 200 milyon. Bangladeşdə 150 milyon. Nigeriyada 100 milyon. Avropa, Amerika. Maşallah, bugün insanlar İslama meyl eləyir, maraqlanırlar, İslama gəlirlər. 60 milyon təxminən müsəlman var. Onlara görə İslam nə ərəbindir, nə türkündür, nə də başqa bir millətin. İslam Allahın dinidir. Əgər İslam bir millətə aid olsaydı, sual verirəm, niyə Muhammed sallallahu aleyhi və səlləm ərəbin qeyri-ərəbdən üstünlüyü yoxdur? Üstünlük yalnız təqvadadır, yəni Allah qorxusundadır deyib. Baxın, bununla bağlı Rəbbimiz Quranda nə buyurur? Hucurat surəsində. İnnə əkraməkum indallahi ətqakum. Həqiqətən də Allah qatında ən hörmətliniz, ən ikramlınız, ən dəyərliniz Allahdan ən çox qorxanınızdır. Gəlin, İslamı millətlə məhdudlaşdırmayaq. İslam bir ümmətdir, ümmətin dinidir. Millətindən asılı olmayaraq müsəlmanların həyat tərzidir. Və ən əsası, Allahın insanlardan qəbul edəcəyi yeganə dindir. Uca Allaha dua edirəm ki, İslamı və müsəlmanları izzətləndirsin. İslamın yayılmasına və müsəlmanlara yardım eləsin. Amin. Allah'a emanet olun.